Salam, hər vaxtınız xeyir olsun. Mən Ceyran Məhərrəmova, Fizik Akademinin təlimçisi. Bugün sizlərlə 15 Mart buraxılış imtahanına düşmüş mətnlərin izahına baxırıq. Başlayaq birinci mətndən. İlk mətnimizin adı İntiqam Alovu mətnidir. İlk sualımıza baxaq. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Səbəbini müəyyən etmək mümkündür, səbəbini müəyyən etmək mümkün deyil. İsrafil ağanın Mollazal uşaq tayfası ilə ədavətinin səbəbi mətndə verilməyib. Nəyə görə ədavətdədirlər? Bu haqda heç bir məlumat yoxdur. Bir olan variantları atırıq. İsrafil ağanın Acıdərəyə həmlə etməkdən ehtiyat etməsinin səbəbi nə idi? Çünki məğlubiyyətdən çəkinirdi, qorxurdu. Bunun səbəbi mətndə qeyd olunub, 2-ni götürürük. Məqsədinə çatdıqdan sonra da İsrafil ağanın intiqam hissinin artması, mətndə onun intiqam hissinin artması ilə bağlı məlumat var. Elə giriş abzasında görürük. Ancaq niyə artır, səbəb nədir? Bu haqda məlumat yoxdur. 3 olan variantları da ataq. Sonra, səbəbini müəyyən etmək mümkün deyil. Gülnaz ananın tayfa nümayəndələrinin düşmənin cavabını verməkdən çəkindirməsinin səbəbi mətndə var, tələ olduğunu qeyd etmişdi. O sizi birbaşa güllələrin üzərinə çəkir kimi nitqi var idi, yəni səbəbi mətndə var, götürə bilmərəm. Avtomatik cavabım olur B variantı. Hökumətin Mollazal uşağı tayfasını başqa kəndə sürgün etmək məsələsində İsrafil ağaya dəstək olmasının səbəbi mətndə qeyd olunmayıb. Ona görə cavab olacaq B. Keçək ikinci suala. Hansı cümlədə altından xətt çəkilmiş birləşmənin kontekstə görə mənasına uyğun ifadə işlənmişdir? Altından xətt çəkilmiş ifadə ipini çəkirdi ifadəsidir. Lakin o məğlubiyyətdən qorxur, cavanların güclə ipini çəkirdi. İndi burada baxaq. Yaşlı adam atı çətinliklə cilovladı və damın altındakı dirəyə bağladı. Buradakı ipini çəkmə mənasının üst-üstə düşmədiyi üçün biri götürmürəm. Uşağı vaxt ikən cilovunu bərk yığışdır. Sonra gec olar. Bax, ipini çək, ipini tut, yığışdır mənasında. Bu uyğun gəlir, 2-ni götürə bilərəm. Məryəm buradakı uşaqları güclə öz nəzarətində saxlaya bilirdi. Nəzarətində saxlamaq da uyğun gəlir. Bunu da götürə bilərəm. Öz qardaşın olsa da başında qoz sındıracaq. Onu da intizama dəvət etmək lazımdır. Burada da elə ipini çəkməyin izahı var. İntizama dəvət etmək. Bunu da götürə bilərik. Cavanlıqda ixtiyarı əldən verdiyi üçün yaş artdıqca lap acizləşmişdi. Bu ipini çəkmək mənasının üst-üstə düşmür. Ona görə də cavabımız olur 2, 3, 4. Yəni E bəndi. 43. Mətnə əsasən uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır, ehtimaldır. Mollazal uşağı tayfası vaxtilə İsrafil ağaya qarşı çıxmışdı. Mətndə bununla bağlı konkret məlumat yoxdur. Yəni nə yanlışdır, nə də doğrudur deyə bilərik. Nə olur axırda? Ehtimal olur. Yəni ola da bilər, olmaya da bilər. Mollazal uşağı tayfasının qadınları döyüşkəndir. Bu doğru məlumatdır. Mətndə bununla bağlı məlumat var. Baxın, bu hissədə yazıb ki, hətta qız gəlinlər də yaraqlanıb döyüşə tələsənlər oldu. Deməli, bu doğrudur. Sürgün edilənlərin yaşadığı kəndin cəmaatı onları rəğbətlə qarşılamışdır. Bu ehtimal ola bilər. Çünki burada qızlar, gəlinlər, bütün cavanlar hamısı silahlananda burada sürgün olunub yaşayan şəxslər də onları dəstək məqsədi ilə qoşulmuşdu. Onlar da silahlanmışdı. Yəni demək ki, rəğbətlə qarşılamış deyə bilərik, ehtimal eləyə bilərik. Hər iki tayfada sözü keçən adamlar var. Məsələn, İsrafil ağanı demək olar, Gülnaz xanımı demək olar. Bu doğrudur. Bura doğrudur yazırıq. Mollazal uşağı tayfasının cavanları öldürənlərin intiqamını almaq üçün tələsirlər. Tələsmirlər çünki sonda Gülnaz ananın nitqinə əsasən onlar öz yolundan dönür, müharibəyə getmirlər, döyüşə getmirlər, geri qayıdırlar. Deməli, bu nədir? Yanlış məlumatdır. 1B-də 2Y, 3A-S. Cavab olacaq B variantı. 44. Mətndə Gülnazın nitqi əsasında onunla bağlı hansı qənaətə gəlmək olar? Çox əzablar görmüşdür. Bəli, bu qənaətə gələ bilərik. Düşmənə münasibətdə soyuqqanlı olmağı məsləhət görür. Bəli, bu da doğrudur. Düşməni onları didərgin salmaqda ittiham edir. Bu yanlışdır. Uzaqgörənliklə vəziyyəti dəyərləndirir. Bəli, doğrudur. Düşmənlə barışıq niyyətində isə bu yanlış fikirdir. Bizdən doğrular istədiyi üçün 1, 2, 4 cavab olacaq C variantı. Əvvəldə rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa, məntiqi ardıcıllıq pozulmaz. Yəni, həmin cümlələrə baxaq. Deməli, birinci cümlə belədir. Mollazal uşağı tayfası sürgün edilənlərin kəsəməndə səssizlik idi. Lakin bir gecə güllə səsləri bu sakitliyi pozdu. Gün qalxan vaxt danışırdılar ki, bu atışma qəbristanlıqda olub, Mollazal uşağı tayfasından olanların qəbirləri güllənədir. Baxın, burada səssizlik yazıb, sonra isə danışırlar ki, bəs atışma
qəbristanlıqda olub. Əgər mən bu güllə səsləri ilə bağlı məlumatı verməsəm, deməli nə olacaq? Məntiqi ardıcıllıq pozulacaq. Biri götürə bilmərəm, biri olmaz. Daha sonra burada nə deyir? Qız gəlinlər də yaraqlanıb döyüşə tələsənlər oldu. Bu tayfanın gəlib torpağına sığındığı kəndin cəmaatından da silaha sarılanlar oldu. Bu əlavə məlumatdır. Yəni kimlər silah götürüb, kimlər silahlanıb və s. bunlar haqqında bizə məlumat ötürür. Bu məlumat olsa da olar, olmasa da olar. Çox da vacib deyil. Yəni məntiqi ardıcıllığı pozmayacaq. 2-ni götürürük. Daha sonra baş alıb gedənlər atlarının cilovlarını çəkdilər, yerə indilər. Deməli, dayanın. Hamı atını yurdun hündür yerinə çıxmış uca qamətli ananın Gülnazın yanına sarı yedəklədi. Yəni atlarından enməsindən, cilovlarını çəkməsi bunlar bizə verilən əlavə məlumatlardır. Olmasa da olar. Buna görə bunu da nə edirik? İdarə edirik. Axırda bu qənaətə gəlmişəm ki, səbir lazımdır. Qoyun düşmənin qurduğu tələ boş qalsın. Yəni düşmən onları tələyə çəkməsi ilə bağlı onsuz ondan əvvəlki cümlədə məlumat verir. Buradakı tələ sözünü çıxardıb, buradakı tələ sözü ilə mən məntiqi ardıcılığı yenə də davam etdirə bilərəm. Yəni olsa da olar, olmasa da olar. Cavabımız olacaq nə? 2, 3, 4. C variantı. Keçək açıq suallarımıza. Mətndə tündqarı hərflərlə verilmiş cümlələri mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yazın. Bizim mətnimiz bədii üslubdadır. Tündqarı hərflərlə verilən cümlə də budur. At ayaqları yeri döyəcləyirdi, toz duman qalxmışdı. Yəni belə genişləndirə bilərik ki, at ayaqları yeri döyəcləyirdi, toz dumandan gözü görmürdü. Bu şəkildə genişləndirmək mümkündür. Keçək digər suala. Mətndə əvvəldə işarə qoyulmuş sözlərin mənasını müəyyən edib yazın. Deməli, gəlin sözlərimizi tapaq. İlk sözümüz səngimiş sözüdür. Deməli, burada səngimiş intiqam alovu, soymuş deyə bilərik. Səngimiş burada soymuş mənasındadır. Daha sonra təlatüm yarandı, dəhşət yarandı, çaxnaşma yarandı deyə bilərik. Bir də burada bizim məşəqqət sözümüz var. Məşəqqət də çətinlik, əzab, əziyyət demək olar. Bir də bundan əvvəlki sualda 2 dənə tündqarı hərfli cümlə var imiş, bir də buymuş. Gülnaz qollarını oğlunun boynuna dolayıb onu qucaqladı. Bunu necə məcazi mənada yaza bilərik? Baxın, belə deyə bilərik ki, onu qucaqladı hissəsini belə demək olar ki, Gülnaz qollarını oğlunun boynuna dolayıb onu bağrına bastı. Bu şəkildə məcazi mənada işlətmək olar. Deməli, 46 ilə 47-yə baxdıq. Gedək 48-ci sualımıza baxaq. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadələr yazmaqla cümləni tamamlayın. Nöqtələri tapaq. Deməli, nöqtələr bu tərəfdədir. Bir tərəfdən, digər tərəfdən isə onu dəli edirdi. Bu hissələrə uyğun fikirlər yazmalıyıq. Belə bir ifadə yaza bilərik ki, bir tərəfdən qurduğu tələnin işə yaramaması, digər tərəfdən isə məğlubiyyət hissi və yaxud da intiqam hissi onu dəli edirdi. Bu şəkildə yazmaq olar. Sonra baxaq 49-a. Mətndə əsasən cədvəli tamamlayın, təəssüf ki, biz cədvəli görmürük. Mətndəki İsrafil ağa obrazı əsasında cədvəl doldurun. Bu da cədvəllə əlaqədar olduğu üçün bunu da görə bilmirik. Belə, ilk mətnimizin suallarının izahının sonuna gəldik. Digər videoda isə ikinci mətnin suallarının izahı paylaşılacaq.